Beyin təkcə bir dəfə duyulan bir sözdə belə ani bir reaksiya verir. Bu reaksiya beyində müəyyən bir mexanizmi hərəkətə gətirir. Bir sözün təkrar edilməsi və ya təsirli sözlərin dalğası beyində elektrik impulsları yaradır. Bu impulslar müsbət və ya mənfi təsir göstərə bilər. Biz özümüzü müsbət düşüncələr doldurduqda beynimiz buna uyğun olaraq bədənimizə müsbət siqnallar göndərir. Eyni şəkildə mənfi düşüncələr də bədənin fəaliyyətinə mənfi təsir göstərir. Ona görə Peyğəmbərimiz nə deyərdi? Kim Allaha və axirət günə iman gətiribsə, fəlyəqul xeyran əv liyasmut. Ya xeyir danış, ya sus. Peyğəmbərimiz hər zaman xeyir danışardı. Mənfi sözləri sevməzdi. Hətta mənfiyə meyilli olan sözləri belə dəyişdirərdi Peyğəmbərimiz. Ona görə beyin alınan sözlərdən gələn siqnalları işləyərək daxili orqanlara və sistemlərə əmrlər göndərir. Əgər bu siqnallar mənfi xarakter daşıyarsa, onların təsiri tez bir zamanda bədənə yayılar və sağlamlığa mənfi təsir göstərir. Eyni zamanda müsbət siqnallar bədənə enerji və güc verir. Həyat keyfiyyətini, istəyini artırır. Hər bir söz beynimizdə müəyyən reaksiya yaradır. Onun təsiri bəzən uzun müddət hiss olunur. Sözlərin beyinə təsiri yalnız beyində deyil, həm də həyatımızdakı hər bir şeydə öz əksini tapır. Əlbəttə, mənfi danışan insanı görəndə insanlar qaçırlar. Niyə görə? Deyir ki, nə qədər mənfi danışmaq olar? Əksinə, gözəl danış. Baxın, deyir ki, sözlər təkcə mənəvi deyil, fiziki olaraq böyük təsirə malikdir. Onların təsiri ilə bədənin sinir sistemi reaksiya verir və buna uyğun olaraq bədəndə müxtəlif dəyişikliklər baş verir. Məsələn, mənfi və narahatlıq yaradan sözlər baş ağrısı və ya mədə narahatlığı kimi fiziki simptomlara səbəb ola bilər. Əgər bu mənfi təsir davamlı olarsa, onun yaratdığı sağlamlıq problemləri uzun müddət hiss oluna bilər. İnsanların çoxu düşünmürlər ki, o sözlər necə təsir göstərir. Əgər kəlmə, bir söz suya təsir edirsə, bitkiyə təsir edirsə, görə insan bədəninə necə təsir göstərir. Sözlərin gücü yalnız mənfi təsirlərlə məhdudlaşmır. Doğru və müsbət ifadələr beyində müsbət dalğalar yaradır və insanın emosional vəziyyətinə, həmçinin sağlamlığına müsbət təsir edir. Beyin eşitdiyi sözləri emal edir və bədənə bu sözlərə uyğun cavablar göndərir. Bu proses yalnız bir neçə dəfə deyil, davamlı təkrarla da təsirini artırır. Görün, nə qədər öz dediyimiz mənfi sözlərlə özümüzə zərər vermişik. Necəsən, yaxşı deyiləm, pisəm. Necə ki, Peyğəmbərimiz s.ə.v bir xəstəni ziyarət etdi bədəvini. Dedi ki, bu qızdırması var. Dedi, bu sənin üçün, günahların üçün kəffarədir, bağışlanmadır. Dedi, ey Məhəmməd, nə bağışlanma? Qoca insandır, məni yandıracaq, qazan qaynadığı kimi qaynadı, deyəsən qəbrə salacaq. Peyğəmbərimizin o ümid sözlərini qəbul etmədi, bir gün sonra dünyasını dəyişdi. Çünki nəyə görə? Bədən ciddi qəbul, beyin ciddi qəbul edir. Öləcəm və ya xəstələnəcəm, bu xəstəlikdən şəfa tapmayacam, bu sondur. Misal üçün, insan olur, işimi itirdim, bitdi, mən daha iş tapa bilməyəcəm. Bədən bunları ciddi qəbul edir. Zəiflik, bədəndə zəiflik yaranır. Olmaz.